Dövlət Gömrük Komitəsi, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə xəstəxana daxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar mövzusunda ekspertlərin zirvə görüşü keçirilib. Tədbirdə açılış nitqindən çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov xəstəxana daxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb. Ceyhun Məmmədov qeyd edib ki, pandemiya dövrü Mərkəzi Gömrük Hospitalı üçün əsl sınaq olub. Dövlət Gömrük Komitəsi, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda praktiki müstəvidə də yanaşma tələb etdiyini diqqət çəkib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəlikləri Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır. Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmail Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksion nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir. Sonda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi baş həkim Bəxtiyar Musayev tədbirin önəmli töhfələr verəcəyini əminliyini ifadə edib. Belə tədbirlərin mütəmadi keçirilməsinin zərurluyunu vurğulayıb. Baş həkim bildirib ki, belə tədbirlərin davamlı keçirilməsi həm yerli, həm də beynəlxalq təcrübələrin paylaşılması baxımından olduqca vacibdir və nəticə etibarilə bu cür təşəbbüslər ölkəmizdə infeksiya nəzarət sistemlərinin təkmilləşdirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.